Və həmçinin Quran-Kərim bildirir ki, həmin bu genişlənən kainat yenidən geri qayıdıb düşüləcək və bu da həmin Allah təala ki, əvvəl necə yaratmışdıq, nədən yaratmışdıq, yəni ora qaytarırıq. Və bunu Quran-Kərim bildirir, 1450 il bundan qabaq Uca Allah Quran-Kərimdə bildirib. Lakin bunu elm yeni kəşf edir, Nobel mükafatları alırlar və əlbəttə ki, bunu Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm əgər bəzilərin ittiham elədiyi kimi bədəvi bir şəxs olub, elmsiz savadsız bir şəxs idi bəli, yəni yazma oxuma bilmirdi. Bəziləri deyir ki, əvvəlki kitablar Şumerlərdə filan kitabda yazılıb. Amma deyənlər ki, gətirə görə Şumer hansı kitabda yazıb və ya hansı kitabda var, heç biri gətirə bilmir. Sadəcə olaraq irad bildirirlər, ittiham edirlər, yalnız ittiham bildirirlər ki, Quranı gözdən salsınlar. Halbuki Quran-Kərim əlbəttə ki, gözdən düşən deyildir və Uca Allah bildirdiyi ayələr hər il, hər əsrdə yeni kəşflər edilir və həqiqətən bu sübutdur ki, Uca Allah var, haqdır, onun göndərdiyi Quran-Kərim haqdır və bizə göndərdiyi Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm haqdır və biz də onlara tabe olub, onların əmrlərini yerinə yetirməliyik ki, həm bu dünyada, həm də o dünyada xoşbəxt olaq. Çox sağ olun, mən sizə təşəkkür edirəm.